Hər kəsin uşaqlıq sevincidir Kinder. Bəs bu dadlı şokoladın necə yarandığını və üzərindəki o məşhur oğlanın kim olduğunu bilirsinizmi? Gəlin, 60 saniyədə öyrənək. Hər şey 1968-ci ildə İtaliyada başladı. Ferrero ailəsinin üzvü Michele Ferrero uşaqlar üçün həm dadlı, həm də südü bol olan bir şokolad yaratmaq istədi. Məqsəd, anaların güvənini, uşaqlarınsa sevgisini qazanmaq idi. Bəs qutuların üzərindəki o parlaq təbəssümlü uşaq? Uzun illər hamı onun kompüter tərəfindən yaradıldığını düşünürdü. Amma yox, o Günter Euringer idi. 1973-cü ildə çəkilən o foto 30 ildən çox Kinderin siması oldu. Maraqlıdır ki, Günter bu reklamdan cəmi 300 Alman markası qazanmışdı. 2005-ci ildənsə onu yeni bir sima, Josh Bateson əvəz etdi. Bugün Kinder təkcə şokolad deyil, həm də içindəki sürpriz oyuncaqlarla bir həyəcan simvoludur. Südü çox, kakaosu az şüarı ilə dünyanı fəth edən bir İtalyan möcüzəsi. Daha detallı video üçün YouTube kanalımıza keçid edə bilərsiniz. Sizin favorit Kinder məhsulunuz hansıdır? Şərhlərdə yazın.